Salam, bugün sizinlə birlikdə çox vacib bir sənədə, yəni Azərbaycan Respublikası Konstitusiyasının mətninə əsaslanaraq, onun ümumi quruluşunu və biraz da tarixini, necə deyim, ətraflı nəzərdən keçirəcəyik. Salam, bəli, çox mühüm mövzudur. Məqsədimiz əsasən baxmaqdır ki, bu konstitusiya nə vaxt qəbul edilib, zamanla hansı dəyişikliklərdən keçib və ümumi strukturu necədir, yəni neçə bölməsi, fəsli, maddəsi var. Gəlin başlayaq. Əlbəttə, hər bir dövlətin, belə deyək də, hüquqi pasportu onun konstitusiyasıdır. Onu anlamaq çox vacibdir. Sadəcə qanun yığını deyil, həm də dəyərlər toplusudur. Gəlin baxaq görək, bu sənəd bizə nə deyir? Elədir. Elə isə gəlin başlayaq yaranma tarixindən. Mənbədə də yazılıb ki, konstitusiya layihəsi o vaxt ki, Prezident Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi bir komissiya tərəfindən hazırlanıb, yəni hazırlıq ciddi olub. Dövlətin əsas qanunu daxı. Hazırlıq bitəndən sonra isə mənbədə də qeyd olunduğu kimi bu sənəd məsələn parlamentdə yox, birbaşa xalq tərəfindən, yəni ümumxalq səs verməsi, referendumla qəbul edilib. Hə, bu maraqlı məqamdır. 1995-ci il, noyabrın 12-si. Bəli, məhz 12 noyabr. Bu üsul, yəni referendum konstitusiyanın legitimliyini birbaşa xalqa bağlayır. Göstərir ki, hakimiyyətin mənbəyi xalqdır. Qüvvəyə minməsi də çox çəkməyib, elə həmin il noyabrın 27-sində qüvvəyə minib. Maraqlıdır ki, bu sənəd, yəni qəbul olunandan sonra dəyişməz qalmayıb. Mənbədən deyilir ki, ona zaman-zaman əlavələr, dəyişikliklər edilib. Bu da göstərir ki, həyat dəyişdikcə bəlkə də konstitusiyada nəfəs alır, uyğunlaşır. Düz vurğuluyursunuz, bu çox vacibdir. Və baxın, ən diqqət çəkən məqam nədir? Mənbəyə görə bu dəyişikliklər də eyni qaydada, yəni yenə referendumla həyata keçirilib. Yəni dəyişikliklər üçün də xalqın rəyi alınıb. Bəli, bəli. Bu prinsip qorunub. Yalnız qəbuli yox, ona edilən əsaslı dəyişikliklər də birbaşa xalqın təsdiqindən keçib. Sənəddə 3 belə referendum tarixi var. Biri 2002-ci il avqustun 24-ü, sonra 2009-cu il martın 18-i, bir də 2016-cı il sentyabrın 26-sı. Hər biri ayrı-ayrı vaxtlarda olub. Aydındır. Tarixçə belə. Bəs sənədin özü, onun necə deyərlər, ruhu. Adətən konstitusiyaların preambulu adlı giriş hissəsi olur, bu mətndə də var. Orada nədən danışılır? Sadəcə bir girişdir, yoxsa? Yox, preambula heç də formal bir şey deyil, əksinə çox dərin mənası var. O, konstitusiyanın niyə qəbul edildiyini, Azərbaycan xalqının hansı məqsədləri gütdüyünü, hansı dəyərlərə sadiq qaldığını bəyan edir. Orada deyilir ki, xalq öz çoxəsrlik dövlətçilik ənənələrini davam etdirir və 1991-ci ildəki müstəqillik aktının prinsiplərini əsas götürür. Yəni bir növ keçmişlə gələcək arasında körpü salır. Bəs konkret hansı niyyətlər sadalanır orada? Yəqin ki, vacib məqamlardır. Əlbəttə, çox fundamental niyyətlərdir. Gəlin əsaslarına baxaq mətn üzrə. Birincisi, dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq. Bu, təməldir. Aydındır. İkincisi, konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək. Yəni, idarə etmə forması. Üçüncüsü, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq. Bu da aktiv vətəndaşlığa işarədir. Dördüncüsü, baxın, bu çox mühümdür. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dünyəvi dövlət qurmaq. İki vacib prinsip bir yerdə. Hüquqi dövlət, yəni qanun hamıdan üstündür və dünyəvi dövlət, yəni din dövlətdən ayrıdır. Bəli, bu prinsiplər çox önəmlidir. Beşincisi, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək. Bu, dövlətin sosial öhdəlikləridir. Və nəhayət altıncısı, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh şəraitində yaşamaq. Bu da xarici siyasətə bir baxışdır. Və əsas məsələ odur ki, bunlar sadəcə sözlər deyil. Bunlar sonraki maddələrdəki hüquqların, azadlıqların, dövlət quruluşunun, yəni bütün o sistemin ideoloji bünövrəsidir. Preambula, necə deyim, konstitusiyanın bir növ DNT-sidir. Əsas kodları daşıyır. Çox maraqlı bənzətmə oldu DNT. Əgər preambula ruh və ya DNT-dirsə, bəs onun bədəni, yəni fiziki quruluşu.
Mənbədə bölmələr, fəsillər, maddələr var deyilir. Bu struktur necədir, nə məntiqi var? Bəli, strukturu da çox aydın qurulub. Təqdim olunan mətnə görə Konstitusiya 5 əsas bölməyə ayrılır. Gəlin ardıcıllıqla baxaq, çünki ardıcıllığın özü də mənalıdır. Deməli, birinci bölmə, ümumi müddalar. Adından da göründüyü kimi ən təməl prinsiplər buradadır. 2 fəsli var. İlk fəsil xalq hakimiyyəti, yəni hakimiyyət kimə məxsusdur və ikinci fəsil dövlətin əsasları, yəni dövlət nədir, hansı prinsiplərə əsaslanır. Başlanğıc budur. Deməli, əvvəlcə kim və nə sualları cavablandırılır? Tamamilə. Sonra baxın, fokus fərdə keçir. İkinci bölmə, əsas hüquqlar, azadlıqlar və vəzifələr. Bu yəqin ki, vətəndaşlar üçün ən aktual bölmədir. Yeni 2 fəsil. Üçüncü fəsil, əsas insan və vətəndaş hüquqları və azadlıqları, yaşamaq, azadlıq, söz azadlığı və s. Və 4-cü fəsil, vətəndaşların əsas vəzifələri, qanuna əməl etmək, vergi vermək kimi. Yəni təkcə hüquq yox, vəzifə də var. Balans qorunur, dövlət və fərd münasibətlərinin əsası qoyuldu. Bəs sonra? Sonra artıq dövlət mexanizminin özü təsvir olunur. Üçüncü bölmə, dövlət hakimiyyəti. Bu ən böyük bölmələrdən biridir. Hakimiyyət bölgüsü prinsipi burada özünü göstərir. 4 fəsli var. V fəsil, qanunvericilik hakimiyyəti, yəni Milli Məclis. 6-cı fəsil, icra hakimiyyəti, prezident, nazirlər kabineti. 7-ci fəsil, məhkəmə hakimiyyəti və 8-ci fəsil, Naxçıvan Muxtar Respublikasının xüsusi statusu. 3 hakimiyyət qolu və Naxçıvan. Bəs yerli idarəetmə necə? O da var? Var, əlbəttə. 4-cü bölmə, yerli özünü idarə etmə. Bu nisbətən qısadır, bircə fəsildən ibarətdir. 9-cu fəsil, bələdiyyələr. Yerli məsələlərin həllində onların rolunu müəyyən edir. Aydındır. Və sonda yəqin ki, bütün bu sistemi işlədən qaydalar gəlir, hüquq və qanunlar. Məhz elə. 5-ci bölmə, hüquq və qanun. Bu bölmə sistemin necə işlədiyini, konstitusiyanın özünün necə dəyişdirilə biləcəyini göstərir. 3 fəsli var. X fəsil, qanunvericilik sistemi, 11-ci fəsil, konstitusiyada dəyişikliklər, yəni prosedur və 12-ci fəsil, konstitusiyaya əlavələr, bunun da proseduru. Yekun olaraq təqdim olunan mətnə görə, konstitusiya 5 bölmə və bu bölmələr içində 12 fəsildən ibarətdir. Bunlar da təbii ki, maddələrlə ifadə olunur. Sizin mətnində 158-ci maddəyə qədər olan hissə və sonda keçid müddəaları adlı ayrıca bir hissə də var. Onu da deyim ki, bizim əlimizdəki mətn ümumi maddə sayını dəqiq göstərmir, sadəcə 158-ə qədər və keçid müddəalarını verir. Deməli, 5 bölməm, 12 fəsil, ən azı 158 maddə. Bu struktur yəqin təsadüfi deyil. Bölmələrin bu ardıcıllığı, ümumi prinsiplər, fərd, dövlət mexanizmi, yerli idarə etmə, sonra qanunlar. Bunun bir məntiqi var yəqin ki. Bizə nə deyir bu ardıcıllıq? Əlbəttə var. Bu struktur özü dövlətə yanaşmanı göstərir. Baxın necə qurulub. Birincisi, əsaslardan başlamaq. Dövlətin, hakimiyyətin təməl prinsipləri, xalq hakimiyyəti, respublika, hüquqi, dünyəvi dövlət və s. Birinci müəyyən edilir. Bu, evin bünövrəsidir. Hə, bünövrə. İkincisi, fərdi önə çəkmək. Təməl qoyulan kimi diqqət dərhal insana, vətəndaşa yönəlir. Onun hüquqları, azadlıqları təsbit edilir. Bu göstərir ki, dövlət vətəndaş üçündür. Amma eyni zamanda vəzifələr də var, yəni məsuliyyət də, balansdır. Doğrudur. Üçüncüsü, dövlət mexanizmini təsvir etmək. Fərdin yeri müəyyən olunandan sonra dövlət hakimiyyəti özü, qanunverici, icra edici, məhkəmə, onların səlahiyyəti, əlaqəsi təsvir olunur. Hakimiyyət bölgüsü çox vacibdir burada. Bəli. Dördüncüsü, mərkəzdən yerlərə keçid. Dövlət səviyyəsindən sonra yerli özünü idarə etmə, yəni bələdiyyələr gəlir. Və beşincisi, sistemi işlək saxlayan qaydalar. Bütün bu sistemin necə fəaliyyət göstərəcəyi, qanunların qəbulu, konstitusiyanın özünün necə dəyişdiriləcəyi ki, bu asan deyil, referendum və ya xüsusi səs çoxluğu tələb edir və konstitusiyanın ali qanun olması, məsələn 147-ci maddə bunu deyir, müəyyənləşdirilir. Çox aydın oldu. Deməli, bu sadəcə
başlıqlar yığını deyil, dəyərlərə söykənən məntiqli bir ardıcıqlıqdır. Təməldən başlayır, fərdi qoyur, dövləti qurur, sonra da qaydaları müəyyən edir. Bəli, məhz belə. Bu yanaşma dövlət idarəçiliyinin sabit, proqnozlaşdırılan və ən əsası hüquqi çərçivədə qalmasını təmin etməyə çalışır. Hər elementin öz funksiyası var. Yaxşı, gəlin onda bugün danışdıqlarımızı qısaca ümumiləşdirək. Deməli, təqdim etdiyiniz mənbəyə əsasən Azərbaycan Konstitusiyası 12 noyabr 1995-də referendumla qəbul edilib, 27 noyabrda qüvvəyə minib. Sonradan 3 dəfə 2002, 2009 və 2016-da yenə referendumla ona dəyişikliklər edilib. Düzdür. Preambulasında xalqın əsas niyyətləri müstəqillik, demokratiya, hüquqi, dünyəvi dövlət kimi dəyərlər əks olunub və çox aydın strukturu var. 5 bölmə, 12 fəsil və ən azı 158 maddə üstəgəl keçid müddəaları. Tamamilə doğrudur. Bu, sənədin əsas cizgiləridir. Və yekunda icazənizlə bir məqamı da vurğulayım, bəlkə də üzərində düşünmək üçün. Biz dedik ki, həm konstitusiya özü, həm də bütün dəyişikliklər referendumla, yəni birbaşa xalq səs verməsi ilə qəbul edilib. Elə konstitusiyanın 2-ci maddəsi də xalqın suveren hüququndan danışır və referendumu bu hüququn birbaşa həyata keçirilmə yolu kimi göstərir. Bəli, qeyd etdik. İndi sual budur. Bu faktı, yəni bu sənədin yaradılma və dəyişdirmə prosesinin özünü, o birbaşa xalq iştirakini nəzərə almaq, sizin bu sənədə baxışınızı dəyişirmi? Onu sadəcə hüquqi normalar toplusu kimi yox, həm də xalq iradəsinin müəyyən bir tarixi andakı ifadəsi kimi görmək olar. Bu prosesin özü sənədin legitimliyi üçün, cəmiyyətdə qavranılması üçün nə deməkdir? Bu, sadəcə maddələri əzbərləməkdən daha dərin bir məsələdir, elə deyilmi? Həqiqətən də düşündürücü sualdır. Sənədin necə yaranması və dəyişməsi onun məzmunu qədər vacibdir bəlkə də. Bu ətraflı təhlil və aydın izahlar üçün çox sağ olun. Ümid edirik ki, konstitusiyamızın tarixinə, strukturuna və əsas prinsiplərinə bu ümumi baxış sizin üçün də maraqlı və faydalı oldu.